Uşaq evinin həyətindəki oyundan Avropa Futbol Qurumunun diqqət mərkəzinə. Şəki qarışıq tipli uşaq evində böyüyən Fidan üçün hər şey elə həmin yaşıl həyətdə, topa ilk toxunuşla başladı. İlk vaxtlar meydançadakı həyəcana, yeni mühitə adaptasiyası asan olmadı. Amma burada yaradılan sağlam ailə mühiti, məşqçilərin diqqəti və komanda ruhu tezliklə öz sözünü dedi. Hər məşq, hər ötürmə onun özünə inamını biraz da artırdı, xarakterini möhkəmlətdi. Futbol heç məndən uzaq bir şey idi. Mən heç futbolu sevmirdim, belə deyim. Elə oldu, orada olan bütün qızları futbola yönəldilər. Onlardan biri də mən idim. 9 yaşımda futbola başladım. 11 yaşımda isə Azərbaycan qadınlardan ibarət 15 milli komandasına dəvət aldım. Futbol mənə özünə inam, məqsəd, daha da yaxşısını bacara biləcəyimi göstərdi. Və bugünkü gündə mən çox şey deyil, amma bir çox şeyi bacarmışam deyə bilərəm. 11 yaşında Azərbaycanın 15 yaşadək qızlardan ibarət milli komandasına dəvət olunması isə Fidanın həyatında yeni səhifə açdı. Uşaq evində başlayan yol onu əvvəlcə milli komandaya, daha sonra isə Türkiyənin Hakkari Gücü spor klubuna apardı. Mənim üçün çox çətin idi, həqiqətən. Milli komandaya seçilmək sənin üçün böyük bir, necə deyim, böyük bir şey olur. Yəni o məqsədə çatmaq sənin üçün həqiqətən çox çətin olur. Amma bugünkü gündə şükürlər olsun, o məqsədimə çatmışam. Amma bu o demək deyil, mən milli komandada oynayıram, hər arzumu gerçəkləşdirmişəm. Xeyr, mən yolun yarısındayam. İnşallah daha da yaxşı olmağa irəliləyirəm. Fidan uğurlarıyla tək ölkəmizdə deyil, beynəlxalq miqyasda da diqqət mərkəzindədir. Avropa Futbol Assosiasiyaları İttifaqı onun keçdiyi yolu idmanın və dövlət sosial dəstəyinin insan həyatındakı uğurlu modeli kimi dəyərləndirib. Bugünü mən arzulamışam ki, bugünkü gündə mən bu yerlərdəyəm. Hər şey çox çətin oldu, amma bacardım demək istəyərdim. Heç nə çətin deyil, sadəcə bir yerdən başlamaq lazımdır. Futbol, məsələn, sənə qapı açır, amma o qapıdan içəri girmək öz gücündə səndən asılı bir şeydir. Və mən demək istəyərdim ki, bir çox insanlar sənə deyə bilər, qız nədir, futbol nədir, amma sən onlara inanma. Bir qız gəldikcə arxasınca 1000 qız gəlir demək istəyərdim və sən ilk olmaqdan qorxma. Bu yalnız bir fərdin qələbəsi deyil. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Sosial Xidmətlər Agentliyinin birgə layihəsi çərçivəsində Bakı, Şəki, Gəncə və Lənkərandakı uşaq evlərində böyüyən onlarla yeniyetmə hazırda idman vasitəsilə cəmiyyətə inteqrasiya olunur. Peşəkar məşqçilərin nəzarəti altında keçirilən təlimlər bu uşaqlara liderlik keyfiyyətləri və sarsılmaz özünə inam qazandırır. Təsadüfi deyil ki, onların bir çoxu artıq Neftçi, Araz Naxçıvan, Şəfa kimi aparıcı klubların akademiyalarına cəlb olunublar. Mən uşaq evində böyümüş uşaqlar olsun, kimsəsiz uşaqlar olsun, valideynsiz uşaqlar olsun. Mən onlara demək istəyərdim, sizin harda olub, hara gedəcəyiniz siz təyin edirsiniz. Necə ki, mən bu yerlərə gəlib çıxa bilmişəmsə, bunu məncə bütün uşaqlar bacara bilər. Çəkinməyin, qorxmayın, özünüzə inamlı olun, əsas odur məqsədiniz olsun. Məqsədsiz inanın ki, heç yerə gedə bilməyəcəksiniz. Amma əgər bir məqsədiniz varsa, o yolda uğurla addımlayacaqsınız. Düzgün zamanda uzadılan əl, verilən kiçik bir dəstək uşaqların xəyallarına qanad verir. Fidan artıq bu yolu keçib. İndi növbə onun arxasınca gələcək yeni çempionlarındır.